Həftəlik bürclər balıq, xərçəng, qrəb bürclərinin son üsullərini 24 avqustdan 31 avqusta doğru nələr gözləyir? Bu həftə belə deyim, balıqlar sizdə biraz fitnə fəsadlı həftə olacaq. Yəni bilirsiniz necə? Bu həftə ətrafınızda olan oyunlara siz özünüzdə reaksiyası sərt olacaq, beyin düşüncələriniz yarımçıq olacaq və bu həftə düşündüyünüz heç bir planı istədiyiniz zamanda edə bilməyəcəksiniz. Elə bil ki, zaman da sizin əleyhinizə olacaq. İnsanların da hərəkətləri, insanların təzyiq və təsirləri sizi normadan çox qıcıqlandıracaq və beyninizdə qurduğunuz gedişat barəsində qərarsızlıqda, insanlara qarşı şübhə, qorxu və narahatçılıqda çox olacaqsınız. Cümə axşamından başlayaraq balıqlar çox ehtiyatlı olun, mal mülklə əlaqədar olaraq, ev, maşınla əlaqədar bəzi texnika, texnologiya da ola bilər. Bəzi problemlər, bəzi əsəbiyyət verici narahatçılıqlar olacaq ki, maddisal məxariclərimizin güclənməsinə, artımına səbəb ola bilər. Bu həftə bacarırsa göz-baş enerjilərimizdə, çənə, göz-baş enerjilərimizdə narahatçılıqlar olacaq balıqlar. Onlara fikir verməz, özünüzü bədən olaraq qorumaya almaz və bu həftə seçimlərinizə konkret olmağa çalışın. İki qapılı oynamayın. Çünki gedişatınız elə bir vəziyyətdədir ki, əlinizdə olan hər bir şey şans olaraq, gedişat olaraq itirə bilərsiniz. Balıqlar bunu düzəltməyə çalışın. Ünvurlu vəziyyətiniz 68-71%-ə qədərdir. Xərçəklərə gələndə isə xərçəklər bacarırsız olduğunuz yerdən çıxın gedin. Bacarırsızsa gedin istirahətə, bacarırsızsa uzaqlaşın, bacarırsızsa ev vizi, iş vizi, olduğunuz alanın enerjisini, mühitinizi dəyişməlisiniz. Çünki dəyişim etməsəz, gələcək çərçivəsinə doğru belə deyim də öz enerjinizi bərpa edə bilməyəcək. Çünki enerjinizdə bloklanmalar, enerjinizdə yarımçıq qalmalar var. Sanki ağ-qara dünya arasında qalacaqsınız və beyninizin içərisində özlüyünüzdə özünüzə qarşı yarımçıq vəziyyətdə qalacaqsınız. Nəyi necə edəcəyimi, hansı vəziyyətdə stabillik quracağımı, kimlərlə işbirliyi edəcəyimi, kimə müraciət edəcəyimi, hər şey kölgədə qalacaq bir vəziyyət var. Bu həftə uzaqlaşmağınız sizin psixolojik olaraq, enerji olaraq, mənəvi olaraq güclənməyinizə səbəb olacaq. Sağlamlıqla əlaqədar zaten qarın və qarın ətrafı enerjilərinizdə bəzi ciddi problemləriniz olacaq ki, burada bağırsaq sistemi ola bilər və yaxud da qidalarınızdan zəhərlənmə, allergik kimi fonlarda olan narahatçılıqlarınız ola bilər. Xərçənglər bunlara fikir verməz. Zaten hər zaman mədə bağırsaqda sizdə narahatçılıqlar olur. Buna fikir versəz, belə deyim də, bədəninizin enerjilərini stabilləşdirməyə bacarsanız, xərçəng bürcləri 73%-ə qədər həftəvizi uğurlu edə bilərsəm, həyatınızda bir kişi ilə əlaqədar konflikt, bir kişi ilə əlaqədar olaraq mübahisəli bir vəziyyətiniz olacaq ki, özünüzü tam istədiyiniz kimi toparlaya bilməyəcəksiniz. Əqrəblərə gələndə isə əqrəblər bu həftə pis həftə deyil. Bu həftə çətin başlayacaqsınız həftəyə, amma sərhədlərinizi qıracaqsınız. Öz hökmünüzü, öz səbrinizi, mən varam insanlara sübut eləməyə çalışacaqsınız və bunu bacaracaqsınız. Və maddisal dəngənizi də aktivləşdirməyə çalışacaqsınız. Və ən çox da əqrəb qadınları bu həftə öz gücünüzü hər kəsə göstərəcəksiniz. İş, pul, maddiyyat, özünüzü gücləndirməklə, təhsil, kurs, bilmirəm nədirsə, özünüzü önə çəkib özünüzü çox güclü bir şəkildə gücləndirə bilərsiniz əqrəblər. Bu şans olacaq və sizin ətrafınızda keçmişdən yanınızda saxladığınız dəyərli bir insan kimi sözü, mənəvi, maddi olaraq çox ciddi kömək edə bilər. Bu köməkdə oktyabra qədər sizin ətrafınızda enerji olaraq aktivləşə bilər. Mən sizə çox qurcalamaq istəmirəm, çox əqrəblər uğurlu bir həftəyə keçid edə bilərsiniz. Sadəcə həftənin 2 gününü biraz ehtiyatlı olun. Danışıqlarınız beyninizdə çox sərt və çox qırıcı vəziyyətdə olacaqsınız. Amma evrən, ailə olaraq enerjilərinizi tamamlayıb özünüzü gücləndirməyə əqrəb gücləri bacarasınız və həftəvizi 84%-ə qədər uğurlu edəcəksiniz.